Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men nebiyye bedahu. Tövhide dair önemli mövzulardan biri zikr edəcəm inşallah. Məhəbbətdə və təzimdə şirk. Məhəbbət odur ki, insanı hərəkət etməyə məcbur edir. Dünyavi bir şeyi sevən ona görə də hərəkət edəcəkdir. Elmi sevən ona da can atacaqdır. Allah'ı ibadət ilə sevən, qorxu, ümid ilə Allahın razılığını qazanmaq üçün çalışar. Allahın qadağalarından, qəzəbli olduğu şeylərdən qaçar. Peyğəmbəri sallallahu aleyhi və səlləmi sevən isə onun sünnəsi ilə yaşayar, sünnəsi ilə əməl edər. Ona görə də bidətçi dedikdə ki, mən Peyğəmbəri sevirəm, o yalancıdır. Peyğəmbər sallallahu aleyhi və səlləmi sevən onu dediklərini edər, bidət etməz. Allah və onun rəsuluna olan sevgi hər şeydən irəli dayanmalıdır. İmanın şirinliyi bunları sevmədikcə dadılmaz. İman da bu iki şeylə kamil olar. Allah üçün sevir, çünki Allahı sevməyə əmr edib. Allah üçün nifrət edir, çünki Allah onları sevməməyə əmr edib. Müasir alimlərdən biri deyir ki, Allah üçün kafirlərə nifrət etmək nə deməkdir? Sözünü açıqlaraq belə zikr edir. Ona görə yox ki, sən onlarla döyüşürsən. Ona görə yox ki, səndən nə isə alıblar. Ona görə yox ki, sənə qarşı zülm olunub. Bu təbii bir nifrətdir. Allah səndən bu nifrəti tələb etmir. Kimsə hər hansı bir insanı vursa, ona qarşı nifrət oynayacaqdır. Allahın tələb etdiyi nifrət onların şərik qoşmaları, onun haqqını tapdadıqlarına görədir. Onun nifrətə layiq olması Allahın qadağalarını etməsinə, əmrlərini isə tərk etdiyinə görə olur. Məhəbbətin bir neçə növü vardır. Bunları bilmək və onların arasını ayırt etmək hər kəsə mühümdür. İnsanların çoxları da bu məhəbbətin aralarını ayırt edə bilmədiklərinə görə azmışlar. Birinci, ibadət olan məhəbbət. Allah Subhanahu wa Taala'nı sevmək, tövhidin əsli və ruhu, bütün sevgini xalis bir şəkildə sırf Allah Azze və Celle üçün olmasıdır. Allah sevgisi ilah və məbud olaraq Allahın qəbul edilməsinin təməlidir. Hətta sevgi ibadətin həqiqətidir. Qulun Rəbbinə olan sevgisi mükəmməl olmadıqca tövhidi də mükəmməl olmaz. Mükəmməl bir sevgiyə sahib olmaq üçün Allah sevgisini bütün sevgilərin önündə və üstün olmasıdır. Bütün sevgilərin üzərində hakim olmalıdır. Bütün sevgilərin onun sevgisinə tabi olması lazımdır. İbn Abbas radiyallahu anh rivayet edir ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurdu. Rəbb olaraq Allahdan, din olaraq İslamdan, Rasul olaraq Muhammed sallallahu aleyhi və səlləmdən razı olan kimsə imanın şirinliyinin tamını tapar. İkinci, Allahın sevdiklərini sevmək, Allah üçün sevmək, əməlləri, şəxsləri, insanı İslama salan, küfürdən də çıxardan budur. Qul Allahın sevdiyi əməlləri və şəxsləri sevir. Allahın nifrət etdiyi əməllərə, şəxslərə nifrət edir. Allahın dost etdiklərini dost, Allahın düşmən etdiklərini də düşmən bilir. Beləcə qulun iman və tövhidi kamil olur. İnsanlar içərisində Allaha ən sevimlisi bu məhəbbətdə ən güclü olandır. Yəni Allahın sevdiklərini sevən kimsədir. Onları nə üçün sevir? Çünki onları sevməyi
Allah Subhanahu va Taala əmr etmişdir. Əbu Hüreyrə radiyallahu anh rivayet edir ki, Resulullah sallallahu aleyhi ve sellem buyurdu: Sizdən hər hansı bir kimsə mənim uşaqlarımdan, valideynlərdən və cəmi insanlardan çox sevmədikcə iman etmiş olmaz. Bütün bunlardan sevimli olmadıqca. Abdullah ibn Hişam radiyallahu anh rivayet edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemlə birlikdə idik və an Ömər radiyallahu anh əlini tutmuşdu. Ömər radiyallahu anh, ey Allahın Resulü, şübhəsiz mən səni öz nəfsimdən başqa hər şeydən çox sevirəm. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, nəfsim əlində olan Allaha and olsun ki, öz nəfsindən çox sevmədikcə imanın kamil olmaz deyə buyurdu. Ömər radiyallahu anh bu andan sonra Allaha and olsun ki, səni öz canımdan daha çox sevirəm dedi. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, indi oldu. Ey Ömər deyə buyurdu. Peyğəmbər sallallahu aleyhi ve sellem möminlərə öz nəfsindən daha yaxındır. Əhzab surəsi 6-cı ayə. İbn Abbas radiyallahu anh rivayet edir ki, Resulullah sallallahu aleyhi ve sellem buyurdu. Kim Allah üçün sevər, Allah üçün nifrət edər, Allah üçün verər, Allah üçün qadağan edərsə, imanı tamamlamış olar. İbn Abbas radiyallahu anh rivayet edir ki, Resulullah sallallahu aleyhi ve sellem buyurdu. Allahın dostluğuna yalnız Allah üçün sevən, Allah üçün nifrət edən, Allah üçün dost olan, Allah üçün düşmənlik edən nail ola bilər. Belə olmadıqca imanın dadını almış olmaz. İnsanlar arasında qardaşlıq yalnız dünya malına görə olmuşdur. Bu isə əhlinə heç bir fayda gətirməz. Üçüncü, ehtiram, şəfqət, mərhəmət olan məhəbbət, böyüklərə, elm əhlinə və s. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, böyüklərimizə hörmət etməyən, kiçiklərimizə rəhm etməyən və alimlərimizin haqqını ödəməyən bizdən deyildir. Bəzi rivayətlərə görə Allah üçün sevmək, bu da Allahın sevdiyi şeyləri sevməyə tabedir. İnsan Allah üçün sevmədikcə, Allahın sevdiklərini sevmək düzgün olmaz. Dördüncü, təbii məhəbbət. Bu da insanı öz təbiətinə, fitrətinə meyil etdiyi şeyləri sevməsidir. Susuz insan suyu, acımış insan yeməyi, insan öz övladlarını, yoldaşını, ata-anasını sevməsi, bu sevgi növü ibadət, qorxu, rəca deyildir. Dünyaya görədir. Bu kimi şeyləri sevməyə görə insan məzəmmət olunmur. Lakin nə vaxt məzəmmət olunur? Əgər bu kimi şeylər Allahı sevməkdən, zikr etməkdən yayındırırsa, sevgini Allahın sevgisinin üstünə qoyarsa, artıq böyük bir günah etmişdir. Ey iman gətirənlər, nə mal dövlətiniz, nə də oğul uşağınız sizin Allahın zikrindən yayındırmasın. Hər kəs bunu etsə, belələrə əsla ziyana uğrayanlardandır. Münafiqun surəsi 9-cu ayə. İbn Məsud radiyallahu anh deyir ki, nə vaxt Quranda ya əyyuhəl-ləzinə gəldisə diqqətli ol, yəni ey iman edənlər. Burada ya səni xeyrə çağıran əmr vardır, ya da səni şərdən çəkindirən qadağa vardır. O kəslər ki, nə ticarət, nə alış-veriş, Allahı zikr etməkdən, namaz qılmaqdan, zəkat verməkdən yayındırmaz. Nur surəsi 37-ci ayə. Bunların hər biri öz-özlüyündə ibadət deyildir. Lakin Allah üçün edilərsə ibadət sayılır. Allahdan qeyrisini sevməkdə olan məhəbbət. Allahdan qeyrisini ibadət niyyəti ilə Allahla birlikdə və ya Allah kimi sevmək
müşriklərin öz bütlərini sevmələridir. Allahla bərabər öz bütlərini də sevirlər. Qəbir sahiblərinin ibadət etdiklərini görsən, sənə aydın olar ki, istənilənə çatmaq üçün qəbirlərə necə can atır, ibadət edir, oraları təmizləyirlər və qoruyurlar. Və kimi ibadət olan sevginin Allahdan qeyrisini həsr edərsə, artıq böyük şirk etmiş olur və etmişdir. Bu da Allahın bağışlamadığı böyük şirkdir. İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini ona tay tutur. Onları Allah sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kəş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu, Allahın şiddətli əzab verdiyini görərdilər. Bəqərə surəsi 165-ci ayə. De ki, əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, onun Peyğəmbərindən sallallahu aleyhi və səlləmdən, Allah yolundan cihad etməkdən əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz. Ət-Təvbə surəsi 24-cü ayə. Ya Peyğəmbər, Allaha və axirət gününə inanan heç bir tayfanın Allaha və onun rəsuluna, Peyğəmbərinə əleyhinə çıxanlara öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsa belə dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərini iman yazmış və öz dərgahında onlara güc vermişdir. Allah onları altından çaylar axan cənnətə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bil ki, Allahın firqəsi məhz onlar nicat tapıb əbədi saadətə qovuşanlardır. Əl-Mücadilə surəsi 22-ci ayə. Onlar orada çənə boğaz olub deyərlər, Allaha and olsun ki, biz açıq aydın azmışdıq. Çünki biz sizi aləmlərin Rəbbi ilə bərabər tutduq. Əş-Şüəra surəsi 97-ci ayə. Ayədən göründüyü kimi, onlar Allahı sevirdilər. Lakin bununla yanaşı öz bütlərini də sevirdilər. Bəs öz bütlərini Allahdan daha çox sevən, o bütlərdən başqa heç kəsi sevməyən kimsə barəsində nə demək olar? Hər bir şeyin əsasında məhəbbət vardır. Əgər bir kimsə hər hansı bir bəlanın qaldırılması, ehtiyacının ödənilməsi üçün qəbrə doğru yönələrsə, deməli o kimsəyə qarşı məhəbbət vardır. Allahı sevən kimsə hər bir şeydə yalnız Allaha yönələr. Allaha qarşı məhəbbət odur ki, insanın qəlbində Allahdan qeyrisinə məhəbbət qalmır. Qəlbində nə qədər sevgi varsa Allaha yönəlir. Onlar ilahlarını yaratmaqda, ruzu verməkdə, öldürməkdə, diriltməkdə, mülkdə, qadir olmaqda, hökm verməkdə Allah ilə bərabər tutmayıblar. Onlar Allaha sevgidə, təzimdə bərabər tutublar. Sənin kimi aciz bir qula, aləmlərin Rəbbi hər şey əlində olan bir necə bərabər tuta bilər. Sənin kimi hər şey möhtac olan, möhtacsız Allaha bərabər tuta bilər. Məxluqa Allaha bərabər tutduğuna görə bundan daha böyük, çirkin bir zülm ola bilərmi? Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allah həmd olsun. Bu qüdrəti gördükdən sonra kafir olanlar yenə bütləri öz Rəbbinə tay tuturlar. Ən-Nam surəsi 1-ci ayə.
Bu elə bir bərabərlikdir ki, ən böyük zülm, çirkinliyə əhatə edir. Ey iman gətirənlər, sizdən hər kim dindən dönsə, Allah onun əvəzinə özünün sevdiyi və onu sevən möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən, tənə edənin tənəsindən qorxmayan bir cəmaat gətirər. Bu Allahın lütfüdür. Onun istədiyinə verər. Allah hər şeyi əhatə edəndir və biləndir. Əl-Maidə surəsi 54-cü ayə. Bu ayədə məhəbbətin 4 əlaməti qeyd olunmuşdur. Birinci, Allah onlar da Allahı sevərlər. İkinci, onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt olarlar. Üçüncü, Allah yolunda vuruşarlar. Dördüncü, heç kəsin tənəsindən qorxmazlar. İnsanlar bir-birlərini dünya malına görə, hansı bir vəzifəyə görə sevir, əlaqələr saxlayırlar. Bütün bunlar bitdikdə o dostluq da bitəcəkdir. Yalnız Allah xatirinə olan dostluqdan başqa, müttəqilər müstəsna olmaqla o gün dostlar bir-birini düşmən kəsəcəkdir. Əz-Zuhruf surəsi 67-ci ayə. Sizin haminiz ancaq Allah, onun peyğəmbəri və iman gətirənlərdir. Əl-Maidə surəsi 55-ci ayə. Dostluq iki qismə bölünür. 1. Allahın bəndəsini özünə dost tutması. Allah ona inananların dostudur. Onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə şeytandır. Onları nurdan ayırıb zülmətə salar. Əl-Bəqərə surəsi 257-ci ayə. İkinci, bəndənin Allahı özünə dost tutması. Hər kəs Allahı, onu, peyğəmbərini və iman gətirənləri özünə dost tutsa, şübhəsiz ki, qəlbə çalanlar məhz Allahın firqəsidir. Əl-Maidə surəsi 56-cı ayə. Ümumi olaraq, bunu vurğulamaq istəyirəm ki, insan bu məsələdə diqqət etməlidir. İnsan tək bütlərlə deyil, həyatında yaşayan insanlar da ola bilər. İnsanı məhəbbətdə şirkə sövq edən, insanı övladlara da ola bilər, sevdiyi bir qadın da ola bilər və yaxud həyatda olan məşğuliyyəti ola bilər, çalışdığı işi ola bilər, hər bir şey ola bilər. İnsan sevdiyi qadınla həddindən artıq Allah kimi sevər. Məsəl üçün, sevər qadını, onun üçün intihar edər, onun üçün Allah Subhanahu buyruq, əmrlərindən boyun qaçırar. Allahın əmr etdiyi şeylərdən sevdiyi qadına görə keçər. Bu da şirk sevgidir. Allah qorusun. İnsan ola bilər ki, işində belə edə bilər. Allah hüdudlarını, haqlarını tapdalaya bilər. Və dostu da ola bilər. Allah qorusun. Hər bir şey də ola bilər. İnsan bu nüanslara diqqət etməlidir. İnsan nəfsi hər zaman, ümumiyyətlə xeyri əmr etmir insana, şəri əmr edir. Haramda da insan naməhrəmə baxar. Nə cür ki, insan sələfin dediyi kimi, haramlar küfrün xəbərçisidir. Çünki insan harama baxır, adiləşir. İlk öncə baxış nə olur? Sonra artıq qəlbinə meyl edir o haram. Sonra artıq vərdişə çevrilir. Sonra isə halal görməyə başlayırsan. Necə ki, azan verən müəzzin qadına baxdı və sonunda isə mürtəd oldu. Artıq etdiyi əməli halal görməyə başladı, zinanı. İnsan diqqət etməli belə bir şeyə.
Allah Subhanahu taala hüdudlarını qorumalıdır. Tövhidində sağlam olmalıdır. Öz nəfsimin isə də Allah Subhanahu taaladan haqqı ilə qorxmağı bilirəm. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuhu.